9 oktyabr Azərbaycanda prezident seçkiləri keçirilib. GSR TV-nin əməkdaşları seçki günündə bir sıra məntəqələrdə seçkinin gedişatını izləyib. Müşahidəçilərin, məntəqə sədrlərinin fəaliyyəti ilə maraqlanıblar. 16 saylı məntəqənin sədri Qurbanova Mənsurə seçicilərin aktivliyinin yaxşı olduğunu, gənclərin seçkiyə maraq göstərdiyini və heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirib. Çəkiliş apardığımız 15 saylı seçki məntəqəsinin sədri Qarayeva Mehriban seçicilərin fəal olduğunu və heç bir qanun pozuntusunun olmadığını deyib. Seçicilər çox fəaldır. Çox fəaldır seçicilər, çox fəal iştirak edirlər səs vermədə. Yəni özünüz də şahidsiniz. Elə dayanmadan seçicilər məntəqəyə yaxınlaşır və səs vermədə çox fəal iştirak edirlər. Və onların da səs verməsi üçün hər cür şərait yaradılıb, rahat, azad səs vermələri üçün hər cür də şərait yaradılıb. Hansı qanun pozuntusu qeydə alınıb? Yox, bu vaxta qədər müşahidəçilərin də nəzarətin altında heç bir qanun pozuntusuna da yol verilməyib. Öz qaydasında hər şey davam edir. Seçkidə iştirak edən müşahidəçilər də həmçinin səs vermənin gedişatında heç bir qanun pozuntusunun olmadığını deyiblər. Vəziyyət yaxşıdır. Seçicilərin fəallığı? Fəallığı lap yaxşıdır. Əvvəlkilərə nisbətən bu il lap yaxşıdır. Mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu da keçirdik. İştirak eləmisiniz seçkidə? Eləmişəm. Hansı məntəqədə səs verdiniz? Vallahi məntəqəni bilmirəm, 20 nömrəli deyəsən, səhv eləmirəmsə. Ümumiyyətlə seçkilərin gedişatı necə idi? Pis dördü, nə bilim, indi necə saxtalaşdıracaqlar, eləməyəcəklər, onu deyə bilmərəm. Ümumi vəziyyət necə idi? Ümumi vəziyyət pis deyildi, yaxşı idi. Siz olduğunuz müddətdə hansısa qanun pozuntusu qeydə alındı? Xeyr, alınmadı, yox, görmədim. Seçkilərdə iştirak elədiniz? Elədim. Hansı seçki məntəqəsini səs verdiniz? 18 nömrəli. Ümumi gedişat necə idi? Nə deyə bilərsiniz bu haqda? Valla mən olan müddətdə pis deyildi, amma biraz kobudluq var idi. O da ki, yəni hər halda əsəbdir, yığılır, olmalıdır. Kim kobudluq edirdi? Sədrlərdən kobudluq gördük biraz. Necə? Yəni tam olaraq deyə bilməyəcəm. Kimsə şəxsiyyət vəsiqəsini gətirməmişdi. Yəni gətirməmişdi, yəni kseriksi var idi. Uzaqdaydı şəxsiyyət vəsiqəsi. Dedi mən səs verməyə gəlmişəmdir. Yəni səsimi verim, gedim. Fərqi nədir? Şəxsiyyət vəsiqəsinin kseriksi ya şəxsiyyət. Biraz kobudluq ona qarşı oldu, amma belə başqa, yəni mən olan müddətdə heç nə yox idi. Yaxşı. Siz olan müddətdə hansı qanun pozuntusu və s. Yox, görmürəm. İştirak elədik, qəşəng seçki keçdi. Belə də ki, İlham Əliyev Allah şükür də öyrəşmişik ona. Yəni o olmalıdır bizim prezidentimiz. Ümumi gedişatla bağlı nə deyə bilərsiniz? Hər şey öz yerində idi. Yəni biraz pis çıxmasın, düzgünlük var idi. Yəni qıraqdan da nəzarət edirlər, hər şey qəşəng idi. Qərargahdakilərin münasibəti, sədrlərin, işçilərin və s. Hamısı xoş münasibət göstərdilər xanım. Yəni orada biraz pis çıxma, üstünlük yox idi də. Yəni hamı necə, hamı da qəşəng də seçki keçdi. Seçkilərdə iştirak elədiniz? Eləmişik ya. Hansı məntəqədə səs verdiniz? Biz internetlə vermişik. Mən Qubadanam, özüm internetlə vermişəm səsini. Ora. Burada özüm burada oluram. O məntəqəyə getmədiniz onda? Yox, getməmişəm. İnternetdən vermişəm. Ümumi gedişatla bağlı fikirləriniz? Yaxşıdır, çox yaxşıdır ümumi gedişat. Necə olacaqsa olacaq da yəni ki. Yəni o kiminsə deməyindən asılıdır. Hələ ki seçiləcək də, indi seçkilərdən asılıdır, hamının rəyindən asılıdır. Seçkin gedişatla bağlı nə deyə bilərsiniz? Hər şey yaxşıdır, tam sərbəst. Bütün şərait yaradılıb, istənilən namizədə, istənilən şəxslər səs verə bilərlər. Səs vermə müddətində, sizin orada olduğunuz müddətdə hansısa qanun pozuntusu və narahatlıqla rastlaşdınız? Xeyr, heç bir qanun pozuntusu yox idi. Hər şey qanun çərçivəsində idi. Ümumi seçkilərin gedişatı ilə bağlı səs verdiniz? Düzülüyüm yox. Gedirsiniz? Yox. Çünki mən hər şey inanma itirmişəm. Mənim sifətimdən bilinmir, simamdan bilinmir. Vallahi, heç birinə inanmıyorum. Heç kim millətin, insanların dərdini, sərini fikirləşmir. Heç kim. Millət görünə gündədir. Ermənistanı görsədir ki, Ermənistanda iqtisadi problemlər, belə-belə. Bəyəm bizim rayonlarda, kəndlərdə nə gündədir? Gedib baxmırlar, baxırlar, 5 dənə bina tikdiriblər, bilə baxın, sivilizasiya. Amma heç nə yoxdur ortada. Nerede iştirak eləmişsiniz? Eləmişik. Hansı seçki məntəqəsinə səs verdiniz? 24-də. Siz orada olduğunuz müddətdə hansısa qanun pozuntusu qeydə alındı mı? Heç bir qanun pozuntusu, sakitlik. Hələ mən irad tutdum onlara ki, niyə bayram sayağı keçirmirlər, konsert zat vermirlər, musiqi qoymurlar. Çünki seçkilər belədir ki, gərək orada əhval-ruhiyyə yaxşı olsun.
baş aşağı sallayıb belə könülsüz görünməyi lazımdır. Öyle adamlar gərək şən görünsün, xoş görünsün. Şərt deyil kimi seçki, cəmaatın öz istəyindən asılıdır kimi seçkilər. Amma ümumi qaydalara görə seçki məntəqələri həmişə şən əhval-ruhiyyədə olmalıdır. Ümumi abu-hava, sədrlərin orada insanlara münasibəti? Hamısı rahat, sədrlər də yaxşı idi, çıxardarsınız bunları bu artıq şeylər. Sədr də öz yerində, işçilər də öz yerində. Mənə maraqlı idi, müşahidəçilər çox sakit, rahat oturub baxıb müşahidə edirdilər. Heç bir artıq əksi hərəkət yox idi. Lap o köşmüşlərdə olduğu kimi, biri 15-20 il bundan qabaqda olduğu kimi heç bir hərəkət yox idi. Hamısı gözəl, hamısı yaxşı, sakit. Deyə bilərəm ki, saat üçəcən intensiv kütləvi şəkildə hamısı iştirak elədi. 928 nəfər seçicimizdən 585-i tam səs verildi. Beynəlxalq təşkilatlardan, ATƏT-dən və Türk Dünyası Şurasının nümayəndələri gəlib özləri müşahidə edibdir. Heç bir iradları olmuyor. Nə seçki bülletenlərinin alınmasında, verilməsində heç bir problemlə yüzləşməmişik. Ümumiyyətlə 118 sayılı Ağdam şəhər seçki dairəsi bütövlükdə köçkün seçki dairəsi sayılır. Belə ki, 46 seçki məntəqəmiz fəaliyyət göstərir. Seçki məntəqələrindən deməli 21 seçki məntəqəsi Bərdə rayonunda fəaliyyət göstərir. 2 seçki məntəqəsi Abşeron rayonunda fəaliyyət göstərir. 23 seçki məntəqəsi Bakı şəhərində fəaliyyət göstərir. Seçki məntəqələri ilə telefonla əlaqə saxlayırıq. Bütün seçki məntəqələrinə telefon xətləri çəkilibdir. Mütəmadi əlaqələrimiz var. Heç bir problem yoxdur sahədə.
Olmadı ona getirelim bunu. Aygül. Hörmətli xanımlar və cənablar, artıq Azərbaycan Respublikasında bugün bildiyiniz kimi prezident seçkiləri 2 dəqiqə bundan öncə yekunlaşdı və Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının sifarişi əsasında Proqnoz Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzinin keçirdiyi Exitpolun nəticələri 125 seçki dairəsi üzrə bizim əlimizdədir və bildirmək istəyirəm ki, mən ardıcılıqla seçki müddətinə uyğun olaraq bu nəticələri sizin diqqətinizə çatdıracaq. Beləliklə mən prezidentliyə namizədlərin bizim Exitpolun nəticələrinə görə səs faizlərini sizin diqqətinizə çatdırıram. Ağızanda İqbal Feyruzoğlu 1,88%. Əliyev İlham Heydəroğlu 83,89%. Əlizadə Aras Məhməd Mübarizoğlu 0,71%. Hacıyev Hafiz Ərəmdaroğlu 0,79%. Əsədquliyev Qüdrət Müzəffəroğlu 1,30%. Əsədli Cəmil Polatxanoğlu 8,20%. İsmail İlyas Abbasoğlu 0,95%. Quliyev Fərəc İbrahimoğlu 0,63%. Məhmədov Sərdar Cəlaloğlu 0,67%. Onur Zahid Məhəmmədoğlu 0,98%. Bizim prezidentliyə namizədləri ki, Respublika üzrə Exitpolun demək nəticələridir və bu nəticələrə görə yüksək səs faizlə Azərbaycan Respublikasının hazırki prezidentliyə namizəd Cənab İlham Əliyev və digər rəqiblərini xeyir üstələnmiş və birinci olmuşdur. Ümumi seçki kadroları bizim geçtiğimiz Respublika'da 70 kadroları 3% civarındadır ve hal-hazırda ben size həmin nəticələri qovun etmək istedim. Hal-hazırda İlham Feyruzoğlu 1,88%. Əliyev İlham Heydərov 80,8%. Əlizadə Aras Məhməd Mübarizoğlu 0,72%. Hacıyev Hafiz Ərəmdaroğlu 0,79%.
Həsən Quliyev Qüdrət Müzəffəroğlu 2084. Həsənli Cəmil Polatxanov 10.55%. İsmail İlyas Abbasov 0.65%. Quliyev Fərəc İbrahimoğlu 0.88%. Məmməd Sərkar Cəvaloğlu 0.63%. Oruç Sarıqlı Məhəddəmoğlu 0.65%. Və bir daha qeyd etmək istəyirəm, həmin nəticələrin 4 seçki məntəqəsində çıxışında dayanılan ilk bölgələrində səs verib artıq seçki məntəqəsində tərk edən seçkilərin sorğusu nəticəsində mümkün olmuşdur. Doldurma nameləri, anonim və tam məxfi şəraitdə aparılmışdır. Bununla da biz həmin anketlərdə olan cavabların həm səmimiliyini, həm düzgünlüyünü tərəfdən edilmişdir. Azərbaycanda səhər saat 8-də səsvermə edilir. Ölkə üzrə 5.145.643 nəfər səsvermə hüququna malikdir. Seçki məntəqələrinin 5.273-nin fəaliyyəti daimi, 219-nun fəaliyyəti isə müvəqqəti xarakter daşıyır. Ölkələr təmsil edir. Bununla belə Avropa Parlamentindən 12 nəfər Constitution and Associated Mərkəzi Seçki Komissiyasının mərkəzi 64. Azərbaycan bayramı mübarək. Nə qədər insanın yığıldığını Kemal dünyamızda orada Azərbaycana səs veribdir. Qüdrətli Azərbaycan. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daima Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm. Bu seçkilərdə Azərbaycan xalqı azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Və Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcək. Mən bir daha sizə son 10 il ərzində mənə göstərdiyiniz böyük dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm və bir daha sizi əmin etmək istəyirəm ki, var gücümlə doğma xalqımızın rifahı üçün, dövlətimizin möhkəmləndirilməsi üçün çalışacağam və biz birlikdə elə böyük qələbələrə imza atacağıq. Yaşasın müstəqil Azərbaycan Respublikası.